5 rəqəmli ədədin 20-yə bölünməsindən alınan qalıq 3-ə bərabər olarsa, B + C cəminin ən böyük qiymətini tapın. Ədədin 20-yə bölünməsi üçün həm 4-ə, həm 5-ə bölünməsi lazımdır. 5-ə bölünmənin əlaməti sonu ya 0 ya 5 ilə bitməlidir. Lakin 20 cüt ədəd olduğu üçün burada son yalnız 0 ola bilər. Yəni tam bölünsün deyə. Deməli, C ədədi də qalıqda 3-dür deyə sonda C bərabərdir 3 olmalıdır. 4, 1, 2, B və 3. 5 rəqəmli ədədi 41.200, yəni biz onluğu bilmirik, təhlidə 3 olacaq. 4-ə bölünmənin əlaməti isə son 2 rəqəm 4-ə bölünməlidir. Və əgər biz burada yəni 3-ü çıxıb 0 olaraq fikirləşsək, son 2 rəqəmi 0-la bitən hansı ədədlər 4-ə bölünür? Əlbəttə ki, 20 və B-nin yerini həmçinin 0-da yazmaq olar. Yəni 0 olsa, bu da 4-ə bölünən ədəd təşkil edər, son 2 0 olsa. 20, sonra 40, 60 və bir də 80 olsa, bunlar hamısı 4-ə tam bölünər və 3-ü də yazdıqda qalıqda 3 alınacaq. Deməli, B-nin yerinə yaza biləcəyimiz ən böyük ədəd 8-dir. C də 3 olduğu üçün üzərinə 3 əlavə etsək 11 alarıq. Bizdən ən böyük qiymət soruşulurdu, 11 olur.